İnsan alverinə qarşı mübarizə ilə əlaqədar yeni milli fəaliyyət planı hazırlanır. Bu məlumat insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb. Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirilib ki, hazırda insan alverinə qarşı mübarizədə rol oynayan 4-cü milli fəaliyyət planının icra müddəti bu il bitir. Ona görə də proporsiyalı verilən qrantların sayında azalması. 47 şəxsin əmək müqaviləsi olmadan çalışmasına görə 13 işə götürənlə bağlı 123 min manat ötən il onlara inzibati cərimə tətbiq olunubdur. O cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti bu yoxlamaları bilirsiniz ki, həyata keçirən əsas qurum kimi çıxış eləyir. Onlar tərəfindən 512 şəxslə bağlı eyni xarakterli inzibati pozuntuna əmək müqaviləsi olmadan çalışmanı təsbit ediblər. 2,3 milyon manata yaxın onlara cərimə sanksiyaları tətbiq olunub. Çünki bilirsiniz ki, yəni əmək fəaliyyəti sahəsində onların qanunsuz əməklərinin istismarı həmin insan alverinin əsas bayaq dediyimiz kimi predmeti kimi çıxış eləyir. 2023-cü il ərzində 17-si insan alveri, 3-ü fahişəliyə cəlb etmə, biri isə əxlaqsız yuvaları saxlama cinayəti üzrə 21 təqsirləndirən şəxs yerli axtarışda olmuş. Axtarışda olan 9 şəxsin, o cümlədən 5-i insan alverçisinin tapılaraq cinayət təqibi orqanına təqdim edilməsi təmin edilmiş. İnsan alveri ilə bağlı cinayətlər törətməkdə təqsirləndirilən 12 şəxs Interpol kanalları ilə beynəlxalq axtarışda verilərək davam etdirilir. Onlardan 9-u Türkiyə, biri Pakistan, biri Birləşmiş Ərəb Əmirlikləri, biri Rusiya Federasiyasında gizlənməsi barədə kifayət qədər əməliyyat məlumatları, onların ünvanları, işlətdiyi telefonlar əldə olunaraq Interpol vasitəsilə Milli Mərkəzi Bürosuna verilmiş və həmin dövlətlərə də təqdim olunmuşdur.